Herkese salam dostlar, mən Tərlan. Bu videomuzda sizlərə mən Windows 7 əməliyyat sisteminin yazılmasını sizlərə öyrədəcəm. İlk olaraq dostlar, Windows 7 əməliyyat sistemini mən azda VirtualBox-da qururam. Və dostlar, Windows 7 əməliyyat sisteminin ISO faylını ya rəsmi saytlardan və yaxud hansısa belə Windows.obra saytlarından endirə bilərsiniz. Mən sizlərə bugün Windows 64.net rus dilində endirə bilərsiniz dostlar, hər saytdan. Ancaq xahiş olunur çox vaxt rəsmi saytdan endirin dostlar. Çünki rəsmi sərfəli həm produkt yanında həm də ki virusu çıxmasın deyə çox adam deyir. Ona görə dostlar rəsmi saytdan endirməyizi məsləhət görürəm. İndi bizim qurduğumuz sistem Windows 7 dediyim kimi bayaqdan hazır ISO faylda hazırdır. Home Premium seçdiyimiz, çünki Home Premium belə maksimal dəstək yaxşı. Maksimal ən yaxşısı Professional 11-dən qat-qat yaxşıdır. Mən prosta normal, yəni 32 bit seçdiyim Damascene seçdim ona görə. Nəysə formatımızı uzatmadan başladıq formatımızı və Windows formatımıza keçək. Bəli dostlar, gördüyünüz kimi Windows is loading files, starting Windows. Gördüyünüz kimi. Dostlar, bir də ki Windows 7-nin ən sadə versiyası starter, yəni onu yükləməməyimizi görürəm. Çünki həm zəif, həm də ki çox funksiya yoxdur onda Home Basic-də də. On Premium-dan başlayanlara məsləhət görürəm yükləməyinizi. Burada hal-hazırda dil seçməmizi gördüyünüz kimi. Ustanavlение yazıq Ruski, format nə yazıq Ruski, klaviatura dili falan burada deyil. Mən burada angliski seçən eləyim. Çünki dostlar klaviatura dilimiz məkanımız sığış olsun. Çünki sonra çətinlik seçə bilərik klaviatura problemlərində. Angliski seçə. Dali. Ustanavit. Bəli. Начало установки. Bunun biraz işləməsi belə gözləməliyik. Dostlar, bu arada format test edir komitədə şükür Allah. Burada lizen qoşunlardır. Bunları onsa hamı eləyir. Qəbul eləməli sonsa, qəbul sarı yükürsünüzlər. Burada bunu seçmirik. Dostlar, bu köçürməli. Yəni başqa komitədən bu sistemi də yazmaqdır. Bunu biz seçmirik. Bunun özü heç ötürəcək işləmimiz yoxdur. Bunu seçmək də olmaz. Bunu seçirik. Yəni tək komitə parametrləri yükləməyə. Diski D diskini siz bölə bilərsiniz dostlar, amma mən D diskini bölməyəcəm. Sonra elə bu formata bölüb siz D diskin Nastroy diskə basarız, Sazdayt eləyək. Buradan diski bölə bilərsiniz dostlar. Mən diski bölməyəcəm. Ona görə formatı bir nəsə başladıram. Dalə deyirəm. Və format başladılır. Dostlar, biraz uzun sürə bilər. Ona görə biraz gözləmədə qalın siz. Əzizləyicilər, gördüyünüz kimi proqramı uстановки определенных параметров рестора proqramlar yığılır. Proqram установки запускать службы. Format yavaş-yavaş başa çatır. Zaveşen uстановкиdir. Gördüyünüz kimi. Dostlar, məndə bu arada VirtualBox-un 6.0 versiyasıdır. Siz də yeni versiyalar əldə edə bilərsiniz. Plus yeni versiyaların biraz çətin, yəni yüklənir. Yəni mən ən yeni versiyanı notebook aldığım zaman yüklədim, heç açılmadı. Yəni ona görə biraz əvvəlki versiya yükləməyi məsləhət görərəm. Ancaq çox köhnə yoxdur. Yəni bir 5.2-dən başlayanları yükləməyinizi məsləhət görərəm. Yəni 5.2-dən aşağılarının hamısı, yəni bərbaddır. Yəni onları işlətmək mümkün deyil. Ona görə dostlar, sizlərə mən 5.2-dən başlayan versiyaları məsləhət görürəm. Ən aşağısı 5.2 versiyasını yüklə bilərsiniz notebookunuza. Gördüyünüz kimi başa çatır yavaş-yavaş format. Dostlar, driverlərin yazması biraz uzun sürdüyü üçün mən onları sizə gələn videoda inşallah Allah qoysa təqdim edəcəm. Burada heç bir klaviaturaya basmırıq. Burada başda formatda klaviatura basmamalısınız. Yəni basmalısınız düzgün sayın. Zapusk Windows gördüyünüz kimi Windows yenidən başladılır və Windows'un 4 gözəl rəqəm başı proqram ustanavki производитель video dostlar. Rus dilini biraz bağışlayın. Pisi deyəm, ona görə oxuya bilmirəm, tamam. Bəli, şükür Allaha gəldi. Dur sayın bir dənə, hə. Bir dəqiqə dostlar, düz, hə. Windows 7 Damascene razрешение gördüyünüz kimi. Burada ad yazır bizə. Mən normal adlardan birini yazıram, onsa user yazıram. PC. Belə geçsindən olacaq, onu elə belə qururam. Parol deyir burada. Parolu siz qoymayın, yəni sonra qoya bilərik istəsək onu. Daləyə basaq buradan elə. Propust. Bu başqa propo kodu da bizdə yoxdur. Lazım onu aktiv edəcək sonra. Burada ən yuxarıdakını seçəcəksiniz. Burada Bakı vaxtı ilə seçək. Ay, əlimdəydi. Baku, hə burada. Enter.
Burada da Option Settings seçəcəksiniz dostlar Wi-Fi-nizi. Burada da Amash set var. Bu tokla qoşulanlar üçündür. Bu şirkət, bu da isə normal belə toksuz qoşulanlar üçündür. Biz Option Settings seçin. Məndə də toksuz qoşulur Wi-Fi, LAN kabelsiz. Format başı satır dostlar. Və açılı görüntü. Dobra pajalavat Windows 7 домашнее разрешение. Format yəni çox qısadır da demək olar dostlar. Belə formatlarda yəni Windows 7-dir. Windows 10 biraz gec sürür düzdür. Windows 10 məsələsiz bir videomda inşallah Allah qoysa dediyim kimi təqdim eləyərəm. Bu indi yüklənsin qoş. Bu da nə gec açılır. Hə, açıldı dedim və açıldı. Dostlar, Abnabit, yəni görürsünüz. Və Windows 7-yə proqramlar. Bunlar browser proqramıdır. Dostlar, bunlar sonra özündən yeniləcək. Bu qurmazda köhnə versiyasıdır. Sonra yeniləcək bu. İndi parametrlərə baxaq sistemin. Компьютер свойства. Windows 7 домашнее разрешение 1 GB RAM, 32 GB yaddaşımızdır. Burada yazılıb ki, Astalab.net 3-dür. Niyə? Yəni Windows 3 gün ərzində aktivdir yazılıb burada. Biz bunu nə tər aktiv eləyək? Burada olsa proqram var gördüyünüz kimi dostlar. Biz indilik aktivator qurur, sonra VirtualBox driverlarını qurarıq. Daha basaq buradan. Bu biraz gec açıla bilər. Nədənsə bu gec açılır biraz bu proqramın özü. Açılmasını gözləyək. Hə. Install. Gördüyünüz kimi dostlar. Bax, K-Product yazır. Bu nədəsə yazanda görürəm ki, qəbul eləmir bunu. Bu elə yazanda bu proqramla şey deyir. Yəni dostlar çox sadədir, yəni Windows 7-nin yazılışı gördüyünüz kimi dostlar, həqiqətən çox asan və sadə. İndilik qoy yüklənsin bu. Wi-Fi'miz da var. Zərəfi nə qədər də. Buna girmir nədən, save yox. Bundan sonra baxarıq. Və yükləndi. Restart deyək. Və sistem təzədən başlasın. Zapusк Windows. Açıldı gördüyünüz kimi. İndi baxaq. Mouse idarə eləmənim nətər sürüşürsə. Və aktiv olundu gördüyünüz kimi dostlar. Windows'umuz. Bu koddur, produktu nədir bilmirəm, amma Windows'umuz aktiv oldu gördüyünüz kimi dostlar. Və belə. İndi isə VirtualBox driverlərini quraşdıraq gəldinizsə. Burada dostlar, bunu çox adam soruşur. Aygıtlara girirsiniz buradan, sizə başqa dil ola bilər. Amma bu, yəni bölümü seçin, yarından bir dənə bölümü seçin buradadır. Misafir etkinlikli CD klubu yerləşdir bas. Buna basırıq. Və CD klubu yerləşib kompüterə giririk və burada yenilənib. Burada x86 biz aslında qurduğumuz sistem x86, amma siz 64 bir kursub bunu seçə bilərsiniz. Biz x86-ını seçək və formatımıza başlayaq. Yəni driver yazdım onunla. Next, install. Bu da yüklənsin. Burada hər şey ustanabit deyin dostlar. Yəni burada çox vacib məsələlər var. Hamısını ustanabit deməlisiniz. Ustanabit. Все. Finish. Sistemi yenidən başlat və ekran keçərəcək və Windows 7 çox belə donmadan işləyəcək, performansı yaxşı olacaq. Yenidən Zapusк Windows. Gəlsin biraz açsın. Baxın biraz ekran yekəldi verənsin. İndi tam aslanda belə şey olacaq. Gözləyin. Və yəni ekran yekə oldu. Tam ekran eləyək bunu. Windows'un yepyek elə sən ki kompüterin özdə yazmışsan Windows 7-ni. Allah haqqı var, oxşamır. Gördüyünüz kimi dostlar, indi isə dostlar, sizə gəlin Google Chrome'dan bir dənə bir şeylər indirək, yəni kompüterin sistemin özünə. Biraz öyle falan yeniləmələr falan, driver boxer, beləsinə falan yükləyə bilərik. Ekran yekəldək bura
Bu belə boş saytlarda hamısı yazırlar. Bunu silək. Buradan Wikipedia yazaq. Wikipedia. Belə Windows 7 qəşəng bir tema divar çəkdik. Onu endirək. Bu qədər. Windows 7 Wikipedia, hə, bura girək. Dostlar, biraz kötü, amma narahat olmayın diqqətən. Yeniləcək özündən sonradan. Bir neçə dəqiqədən, saatdan sonra və bir gündən sonra uzağı browser yeniləcək. Çünki bu sistemlərin çoxuna belə olur. Görürsünüz, məsələn, köhnə Yandex olur, Firefox olur, Google Chrome olur. Yəni belə şeylərdə sadəcə yenilən, yəni narahat olmayın qətiyyən. Və bu temanı dostlar, həqiqətən çox adam bu temanı xoşlayır, belə qəşəng, mavili falan. Yüksək bunu. Sakranit как kartinçki как Zagruskiyə apararkən yüklənənlərə endir. Ne oldu? Sakranit elə yükləndi. İndi çıxırıq buradan. Bunu sistemə divar kağızı olaraq yerləşdirək. Aktiv. Bunun paint açıb divar kağızımıza yerləşdiririk və gördüyünüz kimi alın dostlar. Həqiqətən Windows 7 bir dəqiqə çox gözəl bir səymaya oxşadı lazım və belə əla bomba kimi. İndi isə driver poster quraşa gələn videoda inşallah driverlərin yazılımlarını sizlərə öyrədərəm. İndi driver posteri biz sistemə quraşdıraq. Driver poster 10 yazaq, 10 endirək. 12'si varmış hələ, 10 endirəkdə də ən axırıncısı. Yəni çünki ondan yazmışdım sistem ona görə. Rahat işləyir yəni dostlar. Skasat beslanılıyor. Niye işlənmədi ala bu? Ben görüm. İşləndi ala. Göbəşi buradan. Hə, buradan indirir bəşə. Ben görüm. Bir də gözləyək. Buna ne oldu ki bu Opera sayfaya? Niye bu şey verdi böyle? Yenilen sayfa. Yan görüm ben şey diyeyim de ne? Dostlar üzülü sayende de driverlərsə yüklənə bilmədi. Həqiqətən problemlər yaşandı, biraz donma oldu, nə bilim. Saytlara giriş eləmədi. Browser köhnədir, ona görə deyəsən. İndi inşallah yenilənər birazdan. İnşallah gələn videoda həmin ki mən driverləri sizlərə yazdığını göstərəcəm. Nəysə izləyicilər, videomuz bu qədər idi. Gördüyünüz kimi Windows 7-ni sizlərə tam aydın şəkildə formatını öyrətdim. Gördüyünüz kimi kompüterimiz tamam yaxşı vəziyyətdədir. Sistemin özü. Gələn videoda inşallah driver sonradan başqa bir Windows yazılımlarını sizlə öyrədəcəm. Sağ olun, salamat qalın.